qonağımla görüşə gedirəm. Onunla birlikdə makyaj edəcəyik, ancaq necə? Bir-birimizin makyaj vasitələrini dəyişərək. O mənim üçün ayırdığı makyaj vasitələrini verəcək, mən onlarla makyaj edəcəm. Mən isə onun üçün ayırdıqlarımı verəcəm, o özünü makyaj edəcək. Qonağım kimdir? Qonağım mənim ən sevdiyim insanlardan biridir və ölkənin bir nömrəli makyaj ustalarından biridir. Bugün onun qonağı olacağıq və fikirləşirəm ki, o məni biraz tanıyır və mənim üçün bəyənəcəyim makyaj vasitələri seçib. Çünki mən onun üçün seçdiklərimi xüsusi bir həvəslə ayırmışam. İstər makyaj, istər üz qulluq məhsulları. Bizi gözləyir artıq. Gedək. Evdədir qonağımız. Məncə evdə olacaq da, yox. Evdə olsun çünki bir də çəkirik. Salam. Necəsən? Xoş gəlmisən. Çox sağ ol. İlk qonağım əlbəttə mənim ən gözəl, ən sevdiyim rəfiqəm, ilk rəfiqəm. Mən olmalıyım. Ölkənin bir nömrəli make-up artistlərindən biri. Ən başlıca mənim ən gözəl rəfiqəm bugün qonaqdır. Bugün onunla biz makyaj çantalarımızı dəyişirik. Mənim burada onun üçün seçdiyim məhsullar var. Ümid edirəm bəyənər. Biraz makyaj texnikasını bilirəm, nələr istifadə edir, nələr sevir. İnşallah ki bilirəm abi. O da gətirib mənə bir şeylər, amma bilmirəm nə gətirib. 2 dənə zəhləm gedən orada marka var, amma olsun. Hə, burada sevmədiyi marka da var imiş. Onları göstərməyəcəyik. Avtomatik olaraq çıxır Lamiyə xanım. Aha, başlayaq. Hə, baxaq görək burada nə var. Mən üzümü silməyə başlayıram. Makyaj var idi üzündə? Yox, əslində nəmləndirici var idi. Hər ehtimal silirəm. Tonerlə də silə bilərdin, amma ondan Toneri sevmədiyim üçün. Toneri sevmədiyi bir brend gətirdiyimə Toneri görə. sevirəm, o markanı sevmədiyim üçün onu baxmayacağım. Oo, ən sevdim. Sənə bundan gətirəcəkdim mən. Onu çox Gətirmədim. sevirəm. Amma fırçalar özünü istifadə elə. Çünki mən öz fırçalarımı gətirmişəm. Gigiyena cəhətdən onları yoxlamayacağıq. Nədən başlayaq? Mən üzümü sildim. Mən üzümü sildim artıq bayaqları maşında. İstəyirəm, nəmləndirici olaraq mənə bunu gətirmisən. Nəmləndirici hər gün ondan Bu nədir? vurduğum üçün Kiko. Serum. Serum. Kiko'nun serumudur. Yox, baza gətirmisən. Baza var orada, hə. Hə, yəni bunu vurup sonra baza. Göz makyajı eləməyək məncə bugün. Məncə də. Amma bilirsiniz, Lamiyə xanım ən çox o qədər dediniz ki, daha eləmirəm. möhtəşəm linerini bugün çəkməyib. Niyə çəkməyib? Çünki biraz kefi yoxdur. Əslində qızdırmalıyam. Hə, bugün biraz kefi yoxdur. Amma danışa biraz kefini açacağıq. Mən sənin üçün gözəl burada broşkalar gətirmişdim saça vurmağa. Allah, özüm var. Öz saçına vurmursan? Niyə vurmursan? Sənə gətirmişdim. Eybi. Burada istifadə etdiyim məhsulları aşağı qeyd edərəm, hə? Birdən görərsiniz, Mən bəyənərsiniz. Mizonun boosterını vurdum. Məncə bəyənirsən bunu Onu sən çox də. bəyənirəm. Onu axşam da vururam, səhər də vururam. Bütün gün vururam üzümə. Bir demişdim bunu bugün əlimlə vurmayacağam, öncə əlimlə vuracağam. Mən ancaq nəmləndiricidir, boosterdir, belə şeylərə əllə vururam. Yox, bura gələnə qədər maşının hər yerinə Hə, əlləmsən. Sənə gözəl baza gətirmişəm. Bilmirəm, o bazanı istifadə etmisən neçə illiyə qədər? Notun bazısı yox. Parlaq bazadır. Mən sən parlaq gətirmişəm. Hə, biz bugün parlaq bir makyaj edəcəyik. Nə ki konku gətirmişəm. Lamiyə bir tam bir Kiko sevər olduğuna Çox sevirəm görə. də. Onu çox bəyənirəm. O gözə pudra vururuq, sabitləyirik. Onu vuranda çox yaxşı effekt olur. İndi vurun. Qırışdan vur. Hə, bir də böyle barmağı ilə vururum. Çox qəşəng olur. Kiko'nun belə bir gel Çox göz gözəldir. ətrafısı var. 1 saniyə bir dənə gözləyirik. O biraz belə oturur, quruyur. Ondan sonra əla bir şeydir. Lamiyə xanımın gəlinlərində etdiyi texnikaları burada bugün öyrənə bilməyəcəyik. Çünki onun sirridir. Bu özünə etdiyi makyajdır, düzdür? Hə, hər gün 4-də Heç o 5-də. 4-də hər gün saat 4-də adam özünə makyaj. Onlayneri çəkir. Onlayneri hər gün sübh tezdən çəkir. Mən səhər saat 8-də duranda üzümü yumağa güclə belə özümdə hal tapıram. Bu arada buradakı heç bir məhsul reklam deyil. Tanıyan bilir. Daimi sevərək istifadə etdiyim məhsullardır. Ona Və görə də ümumiyyətlə bu hara gedirəmsə mənimdir. hə, bu sənin sevimli makyaj çantandır. Bu da mənim makyaj çantamdır. Hara gedirəm artıq Hara məndən gedirəm, olacaq. atıram üstünə. İstifadə etdim gözaltı və nəmləndirici. Kesin parıldayıram. Gələcəyimdən parlaqdır. Sənə tonal krem olaraq kuşon gətirmişəm. Əslində mən tonal krem gündəlik vurmadığıma
Dedim ki kuşon, Vurumundan. bilmirəm kuşon yoxlamısan yoxsa yox. Kuşon Sənə mənə burada vermisən əslində. hə amma təzə onu təzə düzün deyim, süngər də var yoxlamamışam. buralarda. Bax, Hə, tap gör. hə. Rəngi düşəcək mənim rəngimdir. Düşəcəyəm. Çünki ondan açıq. Mən amma Lamia xanım tam bir 10 gündən sonra bunun Qara bir gələcək. 2 ton qarası olacaq. Sağ əli. Onda istifadə eləyəm. Hamımızın başında onda istifadə edirsən. istifadə Sən tırtır kuşonun var idi. Hə, sən vermişdin. Təzə bir kolleksiyası da çıxıb, onu da sənə verəcəm. Orada tonal yox. Sırf yenə dediyim kimi üzümə hər gün vurduğum şeylərdir. Mənim orada Flüt. üçü birində, hə, onu bazı Bunu kimi çox getmişəm, bəyənirəm. onu çox Parlaq bəyənirəm. bazda. Hə. Gəl bundan vurum. Onu vururam. Onun da üstündən biraz kik olunurdu. Üçü birində həm tonal, həm konsileri var. Bunu deyirsən. Bunu çox bəyənirəm. Hə. Bundan hətta Emma Roberts bir kolleksiyası. neçə dənəsini, hə, Emma Roberts kolleksiyasıdır. Bir neçəsini alıb yığmışam ki, elə bilirəm ki, üzümə heç bir şey düşmür ondan başqa. Kikon bəyənilən məhsullarını stoklamaq lazımdır. Çünki Hə, gəlməyə olmur. bilər Və yenidən. olmur həqiqətən, hə. Bu eyni indi o parlaqlığı görəcəyik, o da çox qəşəngdir. Gözəldir. Belə deyək də, o uyğun qiymətə olanıdır. Bu da uyğundan bir damcı yuxarı. Əslində kikon məhsulları baha deyil. Baha deyil. Çünki bizdə onlar amma rəsmi keyfiyyət listedir. olaraq, yəni çox gözəldilər. Tam da bu rəngimə uymuş. Düşdü rənginə. Rəngini deyim. Nəməsini deyərsən? 29N. Hə, 29N Natural Beige. Gözəldir. Bu çox qəşəngdir, hə. Biraz bu cəhətdən narahatam. Ona görə videolarda qonaqlarıma ancaq deyəcəm ki, öz fırçalarını gətirsinlər ki, rahat olsun. Nə gözəldir. Qəşəngdir. O özü qurtarmır, qəribə bir Təbii. şeydir. Çox istifadə edirəm, amma hələ də yəni heç bir şey olmayıb ona. Çox qəşəng göründü gözümə. Kanal krem, hə, sən bunu dedin mənə. Mən onu çox az istifadə edirəm, biraz yayıram Nədir, rəngi. flütdür? Üçü birindədir. Yəni həm konsiler kimi, həm şey kimi, tonal kimi istifadə etmək olur. Biraz tündür. Biraz tündür, amma yayanda elə bilirəm ki, o qədər belə rəngi tünd görsənmir. Burada da mənə tünd gəldi, amma buranda elə tünd deyil. Bizim parladıqca parlayır, parladıqca parlayır. Həyatım, sən öz parlaqlığın yetər. Gör, nə qəşəngdir, bax. Burada bir dənə şey var, video var, evet. Budur. Budur. Yəni O bir videomu açdım. illərdə artıq Lamia bu işi görür. Neçə ildir bu işi görürsən Lamia? 13 ildir artıq. 13 ildir. 13 ildir sənin məncə sınamadığın məhsul qalmayıb. Ona görə mən özüm də influence oluram əlbəttə. Hamıdan. Gözəl makyaj vasitələri. Lamia'dan da bunları çıxardım. Lamia'nın istifadə etdiyi məhsulları üzündə görürəm deyə daha çox bəyənirəm. Deyirəm ki, özü də bilir, hər bir soruşuram, bu nədir bulmuşsan? Konsiler var burada. Konsiler gətirmişəm, bəli. Tırtırın konsileridir. Bax, Bu? bir tərəfi istifadə stikdir, etməmişəm. qaldır. Bir tərəfi duru, nə deyirlər ona? Likit. Likit. Fırlat, aha. Yenidir. Yeni bir şey. Heç O, həmişə soruşursunuz, bu qədər kosmetika var. Bir hamısını verəcəm, qonaqlarım yoxlasın, yeniləri. Hə, əslində Gör, bəyənirsənmi? Ümumiyyətlə, tırtır bəyəndiyim bir Koreya brendidir. Düzü mən daha açıq istifadə edirəm özümə. Hə, biraz rəng tonunu seçməyə bilərəm, amma sən qəşəng bacararsın. Şey yaxşıdır. Teksturası. Nəsə o. Yaxşı. Aha. Yaxşıdır. Mən istifadə etdim nəyi? Bu Kikonun Emma Roberts kolleksiyasından olan Həm tonal krem, tonal həm krem hər şey kimi kimi istifadə deyil, edib. çox qəşəng yüngüldür. Yəni teksturası çox qəşəngdir, xoşuma gəldi. Bunu ilk dəfə görmürəm. Bu kolleksiyada Səsən görmüşdüm, var. amma istifadə etməmişəm. Hə, sanırım. Onun yenə maraqlı gəldi. Bundan sonra istifadə edəcəm. Evdə qalıb Şey, çox unutduğum yüngüldür. məhsullardan. Hə, öz dərisi ilə adamı bütünləşir sanki. Fırçaları da ki, sevdiyim bəzi markalar var ki, Qarışıqdır orada, hə. qarışıq istifadə edirəm. Heç vaxt eyni markadan belə sırf olsun deyənə yox. Çünki hamısı Real texnik var orada görürəm. Real texnik var. Ən çox Zoeva'dan istifadə edirəm. Ən axır Sən keçən dəfə bildin, Kikonun bütün fırçalarını endirmə qoyublar. onda böyük endirim olar. Hə, dedilər ki, çünki istəyirik biz artıq bizim fırçalarımızla hamı tanısın. Kikon fırçaları çox keyfiyyətlidir. Son kolleksiyada, Love Fusion kolleksiyasında olan fırçalar ümumiyyətlə çox gözəldilər. Onun tonal fırçası elə bilirəm ki, o biz qızların ən çox sevdiyi glow tonal kremlər üçün əladır. Hə, o da gözəldir. O kolleksiyada bizim var məndə ondan. Hal-hazırda bir qədər daha maylı belə bir fırçası var. Belə baxanda çox yumşaqdır. Adam fikirləşir ki, biz örgəşmişik yaxın. Hansı kolleksiyadan idi? Love Fusion-da var hal-hazırda. Yenidir amma. O çox gözəldir. Mənə krem ənlik gətirmisən.
Olmalıdır, hə. Olmamış olmaz. Krem ənlik bir saniyə götürürəm. Görmədim. Varsa əgər onu vurum, yoxdursa konsileri vurum bir dəfə. Krem ənlik yoxdur. Nə əcəb, ən çox sevdiyimdir. Hə, toz ənlik var, krem ənlik yox. Eybi yox. Toz ənlik məncə bir neçə dənə olmalıdır. Glossdur da. O glossdur yox. Yox, krem ənlik yoxdur. Krem şey var burada. Bronzer. Bronzer var. Hə, yox. Bir saniyə, axır vaxtlarda bu texnikanı bəyənirəm. Hə, Əvvəlcə göz altına, hə, krem ənlik. Amma mən sizə krem ənlik olaraq bunu gətirmişəm. Diorun stiki, hə, çox Bundan qəşəngdir. məndə də var. Bir renkdə almışdım. Çox gözəldir. Amma hələ sınamamışam. Hələ burada sınamış olacağam. O rəngini bilmirəm, bəyənərsən yoxsa yox. Concealer tart Lamiyə mənə gətirib. Əslində orada bir neçə varımdı. Bunu daha özəl günlərdə istifadə edirəm. Orada Kiko-da, Love Vision var orada məsələn. O daha yumşaqdır. Amma gördüm. bunu istifadə edib, yəni gün ərzində. Amma o concealer mənim gözümün altına çox da yaxşı olmadı. Bu olur. Məsələn, tartı bəyənirəm. Hə, tartın mən də tartı çox Light bəyənirəm. Scent 20S nömrəsidir. Məndə Mən çox olan istifadə 22N edirəm. idi. Bu yaxşıdır. Açıq, biraz açıqdır. Açıqdır, amma mənə elə gəlir ki, o gözü daha belə işıqlı göstərir. Bilmirəm, çox sevirəm onu. Gəlinlərdə istifadə edirsən. Hə, çox istifadə edirəm. Xəstə bir adama ənlik vurursunuz və o sağlam görsənir. Necə gözəl rəngi var. Hə, çox qəşəngdir. Və elə bilirəm ki, adam daha sağlam belə göstərir. O təbii belə rəng verir məncə bu tonu. Hə, son vaxtlar bir də fikir vermişəm. Əvvəl qızlar ənliyi sevmirdilər. Son vaxtlar ənliyi çox yox sevirlər. idi. Məsələn, mən 5 il öncə ümumiyyətlə ənlik almırdım, ancaq bronzer alırdım. Çox qəribədir ki, əvvəllər ənliyi heç sevmirdilər və sanki belə Rumiana deyirdilər özdə belə Rumiana. Mən vurmuram mən. İndi hamı deyir ki, ənliyimi bol. Çox qəribədir. Gözün altına. Hə, çox sevirlər. Belə özü vurduqca deyir ki, vur, biraz da vur. Mən ümumiyyətlə bilmirəm sən bilirsən ya yox. Mən universitet illərində, ondan sonra çox makiyaj etməmişəm. Ümumiyyətlə makiyajım olmayıb, makiyaj məhsullarım. Mən universitetə qədər mənim də makiyaj məhsulum olmayıb. Mənim həmişə balaca qardaşımın prisivkası var idi. Onu vurub gedirdi. Heç makiyaj mamamın ilk dəfə mənim belə kosmetikam mənim xonçama gələn kosmetik olub. Hə. Mamamın fırçası. Mən də hardasa deyim də səhifəni açandan maraqlı gəlib mənə. Ümumiyyətlə kosmetik məhsullar. Əvvəl belə tələbə idim, heç almağı. Düzdür, tələbə vaxtı pul yoxdu heç. Amma ilk dəfə mənim yadımdadır, indiyə qədər nə almışıq, hamısı yadımdadır. Pupanın o vaxtı çox gözəl. Pupa idi, Kalistar idi, Pupa idi, Max Factor idi. Mənim yadımda gözümün qabağındadır. Xonçamın içində Max Factor var idi. Səkinə kim bilməsən. Ay, o necə sevirdim onları. Çox sevirdim. Səkinə şeyə də olub pravoy birbaşa. Nədir bu? L'Oreal'ın dövründə doğulub məncə. Ən şeydə doğulmusan da sən. Siz şey uşaqlarsınız da, luxury uşaqlarsınız. Biz kasıbçılıqla, bizi pupa görən uşaqları. Ümumiyyətlə, o qədər makiyaj vasitəsi alıb sınayıram, mən də həmçinin. Ona görə yeni bir məhsul burada mənim üçün hələ ki yoxdur. Bir dənə burada yeni məhsul var, onu yoxlayacağam. Rahat vururam. Xoşuma gəldi bu qonağım. Natashan deyirsən. Natasha da var, burada Charlotte'ın bronzeri da var. Hə, digərlərinin hamısını demək olar ki, yoxlamışam. Ona görə maraqlı gəldi. Bunu deyirdim əslində. Mən bilirsiniz necə kosmetika şey yanaşıram, xarakterli. Məsələn, Charlotte görəndə belə daha nazlı, belə daha şey xarakterli. Sonra tartı görəndə belə sözünü deyən. Hər elə bilirəm kosmetikanın öz dili var. Bilməm, elə biləm mən onlara danışıram. Yəni Huda'nın məsələn pudrasını görəndə fikirləşirəm, məsələn bu problemləri həll eləyəcəm. Bir dəqiqə, tap, bitdi. Huda ümumiyyətlə məncə hər üzə uyğun gəlir. Bax sənə orada SPF-də gətirmişdim, sprey SPF. Hə, bunu çox istifadə edirəm mən. Bunu mən sevirəm və hər tətildə özümlə aparıram. Bugün hava çox buludludur və təxminən burada günəş yoxdur deyə James Lotion'un sprey SPF-də, amma istəsən sən bunu makiyajın üstündən də vura bilərsən. O şey verir, biraz da glow verir. verir. Nə üçün var deyirsən? Hal-hazırda varmı satışda? Kurtfamdır sənə, təzəsidir özü də. Hə, yaxşı. Oradan gedəndə biraz da dolu gedir. Hə, çox gözəl. Hər qonağına verəcəksənsə hər dəfə mən gəlim. Hər qonağa yox. Mən birinci biraz verilişi daha belə hədiyyələrlə edirəm ki, növbətləri daha gözəl qonaq. Lamiyə xanım mən yalan yox, bir 3 həftədir
tuta bilmirəm ki, biz video çəkək. Çünki biraz başı qarışıq olur. Gəlinlərinə çox vaxt ayırır. Mənə vaxt ümumiyyətlə qalmır. Mən Lamiyanı həftədə bir dəfə görərəm ya görmərəm. O həftə bu həftə. O həftə bu həftə idi, o da son həftədir. Mən bunu TikTokda screen etdim. Bu Charlatan bronzeru. Bilirsən də bunları mən sırf məhsulu qatıram biraz da. Onu mən bugün gətirməmişəm. Əslində boosterla fikirləşdim. Bəlkə biraz boosterdan vurasam. Mən bunu tək vuranda sevmirəm, dalaşıram oyuna. Biraz qatı olur. Şey verir, biraz pigment ləkə verir. Amma məsələn mən onu bir ya süd məhsulunu ya boosterla qarışdıranda daha xoşuma gəlir. Hə, belə o sözümə qulaq asır. Belə sözə qulaq asmır. Biraz çətin məhsuldur. Belə bilirəm bu Mizonun boosteru hər dərdə dəva. Mən də hər şey üstündən, altından, hər yerdən vururam onu. Biraz booster vurup onu biraz daha yumuşaldıram. Çünki xoşlayıram bronzer daha belə necə deyim, teksturası yumuşaq olanda. Chanel-ə qatıram mən. Chanel biraz qalanda quruyur. O qədər pul vermirsən. Niyə quruyur? Niyə quruyursa? Sən qurumamalısın deyirəm. Bunu son vaxtlarda çox görürəm mən. Bu biraz açıq ənlikdə toz, amma istifadə edeyim. Hansıdır o? Amma gözəl verir effekt. Hə, bilirsən niyə? Bu renk heç istifadə eləməmişəm. Alt tonu biraz tünd seçdim ki, üstündən çox tünd olmasın. Baxaq. Sən də ənliyi konsilerdən öncə vurdun. Çox gözəldir. O MAC-ın ən gözəl kolleksiyasından biridir. Çox gözəldir. Bir dəqiqə deyim sizə. O adı var. Varmı sağ ol. Hə. Keçən dəfə mən onu... Bu bildim hansı kolleksiya. Mineralize. Bunun məndə pudraları var. Keçən dəfə onu axtardım, göstərim təqdim. Yox idi, bitmişdi. Çox gözəl rəngi var. Charlatan bronzerunu alaq məncə. O isti bir yay effekti verir adama. Qəşəngdir. Alaq, gözəldir. Alaq. Bunun amma kiçik boyunu ala bilərsən. Bu çox böyükdür. Çünki onun mən məsələn bu boyda məhsullar bitmir. Onun kiçik boyu bəsdir məncə. Var kiçik boyu. Hə, 1-2 il gedəcək o. Görün bu yaxınlarda xaricə gedən kim var? Tifirdən deyəm alsın. Mən. O mən idi. Buradan belə bir mesaj çat. Xahiş edirəm, Tifirə görən kimi. Çünki bizdə onun rəsmi satışı yoxdur. Balaca boyunu tapa bilmir, amma böyük boyu var. Bəyəndin? O qrup, onu vermirəm. Hələ çox bəyəndim. O mən də bəyənirəm. Çox qəşəngdir. Ümumiyyətlə, Lamiyə, makiyajda xüsusi bir ardıcıllığın var. Deyirsən ki, bu ardıcı, yoxsa üzə görə dəyişir? Valla mən deyim ki, üzə görə dəyişir, dəri tipinə görə dəyişir. Elə dəri var ki, fikirləşirəm bunu etsəm olmaz. Onun üstü presdir? Presi biraz ehtiyat edirəm. Çünki bir dəfə o ilə bir şey yaşamışam. Presdən? Biraz belə çat saldı. Şıqlandan yoxsa? İmенно bundan idi, yəni bundan idi. Biraz çat saldı, ona görə biraz ehtiyat edirəm. Düşündüm sən Huda falan yoxlayırsan, biraz da bir dəfə də uyğun qiymətli nəsə yoxla. Əslində bundan var məndə, amma çox istifadə edirəm. Çəhrayətondur. Fikir versən, bu gün sən hər şey çəhrayəton yapır. Əslində özüm nə sevirəmsə. Son vaxtlar sevirəm mən çəhrayını, bilmirəm. Bir də bunun nəyindən xoşum gəlir, düzün deyil. Düz bunu çoxsu bəyənmir. Şıqlanın bu çəhrayı pudrasını şəkil çəkəndə Sənkidir bu, sən bunu? Yox, spışqa vurur. Nədir o spışqa, nədir? İşıq fotoaparatla şəkil çəkəndə vururum. Bu pudra o orada gözün altına ağ göstərir. Bəziləri bunu bəyənmir, amma mən bəyənirəm. Ağ göstərir. Sən ağ göstərməni bəyənmirsən? Mən ağ göstərməni bəyənirəm əksinə. Bəyənirsən. Amma bəziləri bəyənmir. Amma mən fikirləşirdim ki, o ağ göstərmə pudranı yaxşı yaymayanda olur. Bəzən düzdür. Professional olmayan belə topa ilə qoyurlar, amma məsələn, bunda olmayacaq. Bunda belə aydın face-up effekti deyirik. Qızların çox sevdiyi face-up effekti var. Və orada bu effekt qəşəng olacaq. Huda Beauty-nin transparanını gətirib mənə Easy Bake-dən. Adına baxaram çünki məndə olanın bunun şaftalı yox, ərik rəngi tonudur. Bu neytral. Bu isə açıqdır. Daha çox ağdır. Nə rəngidir? Sugar. Sugar cookie. Neytraldır əslində. Hudanın bəyənirəm məhsullarını. Pro olaraq Pro Make-up-da çox yaxşı. Amma məncə gündəlik make-up-a ağır olar. Biraz, amma ilk şeydən, yəni ilk işə başladığım müddətdə yalnız istifadə edirdim Huda və MAC. Hal-hazırda da demək olar ki, masamın üzəri
Huda və Maknın doludur. Hə. Çox sevirəm və heç vaxt peşman olmuram onun nəyinsə istifadə edəndə. Bir də elə bilirəm onlara verilən pul heç vaxt belə hədər olmur. Hə. Həmişə belə istifadə edirəm axıra qədər dibini gördüyüm. Yeganə dibini gördüyüm o markadakı. Hudayla marka. Axıra qədər onu istifadə edirəm. Bezmirəm onlardan. Sən də Mac deyirsən. Mən də Mac deyirəm. Bəzən Türklər Mac deyir. deyir. Ruslar Mac deyir, ingilislər özü də Mac deyir. Bu mövzunu bağlayırıq. Dilimizə necə yatırsa məncə elə deyək. Mən Mac, məsələn o çünki Mac desəm, sözün əsl mənası tam səmimi, bir çox insan artıq bunu Mac kimi bilir. Mac desəm deyəcək ki, hansı bu rəngdir. Amma Mac deyəndə artıq o dilə yatımlılıq var da. Biraz o dərinliyə getmək, hər şeyin düzünü deməyə getsək, çox məhsulun adını düz demirik onsuz da. Məsələn, ona qalsa hər kəs əmniyə, rumyana deyir, rus dilində. Amma yenə də kimin dilinə nə rahatsa onu deməyə məncə daha yaxşıdır, düzdür. Mən indi istifadə edəcəm nə? Qaşa nəyə gətirmisən bunu? Qaş sabitləmə geli gətirmişəm. Amma içini doldurmaq heç nə. İçini doldurursan. İçini doldurmuram çünki qalındır. Bir dənə orada mənim bir linerim var, korичневый rəngdə. Qəhvəyi bir liner. Neysən? Yox, o mənim şeydir, sabitləmə geli. Qəhvəyi bir linerim var. Onunla sadəcə biraz uzunluq verirəm həmişə. Budur? Hə. Onu verirəm. Neverti. Nevertini eşidirəm axır vaxtlar. Yaxşıdırsa mən özümə Onun yeni qaş qələm axtarıram. Əslində qaş qələmi deyil, sadəcə linerdir. Amma liner olaraq zəif olduğuna görə mən onu keçirdim qaş qələmi üçün. Hə. Amma üzərində eyebrow da yazılır. Düşünürəm mən də gedər. Gedər. Ənlik olaraq bunları gətirmisən mənə. Bu bronzerdir. O bronzerdir. O birisinin içində hər şey var. Bu bronzerdir. Həm də içində belə parıltıları var. Olaraq bu Narsın paletini gətirib çox gözəl rəngləri var. Gözəl parıldayır. İstəyirəm bu rəngi yoxlayım. Çox qəşəng parıldayır bu arada. Bu paleti heç görməmişdim mən. Qəşəng parıldayır. Çoxdur. Niyə belədir? Çoxdur. Bir dəqiqə. İndi bir dənə sizə göstərim, bir dənə bax. Burnunun ucunu elə bilinəcək. Bir dənə baxın. Ən uyğun qiymətli highlighterlardan biridir. Sözüm yoxdur. Bunu vurandan sonra mütləq yaymaq lazımdır. Uzaqdan da görünür. Bilirsən nə hansı brenddir? Hə, dəhşət. Nədir bu? Revolution çox gözəldir. Heç nə. Biraz da yayım, gözü biraz da yayım. Bəyəndin? Yoxsa bəyənmədin deyə deyirsən? Yo, Bəyəndim. çox güclüdür şey. Effekti çox güclüdür. Yayaq. Bir də mənim parlaqlığıma bax yanağımda. Nars. Palet gözəldir. İnsanların paletini oxşayır, amma bunun parlaqlığı daha çoxdur. Bəyəndim. Bir də bunun rəngləri elə bilirəm daha işləkdir. Həm zaqara gedir, həm adi açıq rəngləri məsələn. Gözəldir. Bəyəndim. Bunu xüsusi almışam ki, özümlə aparım. Görün burada başqa nə var? Hə, bax bu da gözəldir. O da Nars olmalıdır. Narsın bu. Nasıl ümumiyyətlə professional make-up olduğuna görə onu çox sevirəm, bilmirəm. Gəlinlərində daha çox görürəm, istifadə edirsən. Nars sevirəm, Narsı. Gözəldir. Şey yoxdur, yəni garantilidir. Səhər buruna var. Burnum artıq aydan da görünəcək. Geçin. Çox gözəl parıldadı. Bunu bəyəndim. Lakin bunu şəklini çəkək, özümüzə də alaq. Deyirəm. Nars sevdirdim sana. Mənim tuşda ver. Çox doludur, amma şeydir, yəni yaxşıdır. Yaxşıdır, bəyənirsən. Çox doludur. Elə biləm 3 dənə tuşun içi var içində. Bu fevralda çıxan. Sən heç bir kolleksiya açmamısan. Açmışam ya. Mən ay-bay xatırlayıram. Fevralda çıxan. Mən Ramazan kolleksiyası olaraq xatırlayıram. Belə qəşəng bir. Keçirəm, sənə bundan gətirəcəydim, yaxşı gətirmədim. Nədir o? Hə, ondan bir neçə rəngi olmalı. Bu ənliyini mən də bəyənirəm. Bu tonunu çox bəyənirəm. Mən artıq vurdum makını, amma qəşəng. Hə. Yaxşıdır, amma artıq düşünürəm bunun üzərindən, Narsın üzərindən heç nə vurmayım mən. Keçirik dodaq qələminə. Bu qəşəngdir. Şey var onun. Elə bilirəm ki, soyuq tondadır. Yayanda çox gözəl olur. Bilmirəm, bu rəngdən məndə var yoxsa yox. Maraqlı rəng kimi görünür. De ən çox özümdəkini həmişə soruşurdular. Ona görə hər gün vurduğumu götürmüşəm. Bu da sən hər gün vurduğun?
Tündə oldu. Yox, yaxşıdır. Ortasına başqa rəng verdim. Ortasına başqa bir Özüm şey. tünd vurdum ki, ambra kimi olsun. 2 rəng. 96. O sən vermişdin mənə əslində. Gətirdim ki, onu sənə qaytarım. Nəx sevdim. Digərim məndə də var. Bir dəfə bilmirəm nə idisə, Aysel çıxartdı sumkasından, bilmirəm nəyə görə idi. Dedi, al bunu götür. Düzdür, o rəng tündü mənə. İndi birdən yadıma düşdü. Vurmursa geri götür. Geri götür. Var məndə bundan 2 dənə, 3 dənə var. Halının üstünü qaraldır. Niyə belə bir şey ehtiyac görürsən? Çünki Halın tündür də sən. yox. Tənan nömrəndə ağarı. Bundan sonra artıq bütün xallarımızı maskara ilə, turşla rəngləyirik. Bu çox qalıcıdır. Suya davamlı da getmir. Linerlə də elə bir olar ya. Yox, etibar eləmirəm ona. MAC 616 istifadə edəcəm. İşə başlayanda ən çox istifadə etdiyim qələm Hə, o. Golden Rose-un neçə nömrəsidir? 504. 504 nömrəsidir. Mən bəyəndiyim rəng tonudur. Məncə sən də bəyənəcəksən. Dodaq boyası, bir də gloss. Bir uzun illər bundan istifadə eləmişəm. Tanış bir. Amma o vaxtda elə bilirəm taxta şeydə idi. İndi biraz dəyişibdi krem. Texas dəyişib. Dodaq boyam məncə gözəl oldu. Dodaq qələmi ilə dodaq qələmi oldu Miss Tais 776. Dodaq boyası MAC 616. Mənim ən sevdiyim rənglərdən biri. Təsadüfən namiyədə qalıbmış elə bunu da gətirib. Gözəldir. Məncə makyajım artıq bitir. Yox, bəsdir. Gloss vurum səncə Lamiyə? İstəmirəm gloss vurmaq. Bütün yanağım onsuz da par-par yanır, burnum yanır. Dodağım da mat olsun. Məncə belə daha yaxşıdır. İndi saçımı da açacağım. Yox, mənə gözəl makyaj vasitələri gətirib. Əslində belə də gözləyirdim. Çünki o mənim üçün tam bir makyaj sevərdir. Tam bir yeni makyaj məhsulları sevəndir. Yəni nə mənada yerinə çıxır, alır. Gecə bir-birimizə atırıq. Bunu gördün. Hə, bunu gördün, çıxdı. Elə bir ki, stok güdürük. Bunu gördün, bu Bunu çıxdı. gördün. Sifariş eləmişəm. Normal, Fuadın həmişə bir söz var, deyir, sən düşmənə ehtiyacın yoxdur. Bir-birinizi qaza gətirməyə haysız. Deyirəm, bu qəşəngli alaq. İst-istə almışıq. Deyir, bəlkə başqa vaxt da yox. Harda satılır, gedək alaq. Şey düşdü yadıma, o Adorda bir-birimizi Dior'dan qaza gətirməyə. Bilirəm, bax, Lamiyə də belə gəlir, bax. Satıcı şokdaydı. Satıcı şokda deyirəm ki, bundan bir dənə, bir dənə deyirəm, yox, bir dənə də xanım istəyirdi, ona da. İki kutu oradan Dior aldıq. Elə 5 manat orada qoyduq, tutduq. Kosmetika deyəndə akarsular durur. Yəni, çox alırıq. Buraya da göndərir, amma öz aldığımız məncə daha çoxdur. Mən elə gəlir ki, bizim aldığımız lüks olanların 99%-ni özümüz alırıq. Bizdə çox təəssüf ki, coğrafi kader deyilən bir şey var. Biz hələ ki, lükslarla belə əməkdaşlıqlarımız çox azdır. Olar. Amma inşallah ki, kəşf eləyərlər bizi. İnşallah. Sən highlighter nə qəşəng vurmusan gözünün altını belə, liner ehtiyac yoxdur. Onu nəyə görə elə xoşlayıram? İndi dediyim, axı mən qızdırmalı idim, biraz elə bilim aşağı idi göz qapaqları. Biraz vurdum ki, biraz belə gözünü daha... Hətta bu biraz qızılıdır. Bunun biraz açıq rəngi mənim gələ olsa, daha belə işıqlı göstərir. O ağıdır, qızılı rəngi. Bu qızılı görsənir. Mənim gözümə qızılı görsənir. Sən ağ istəyirsən biraz. Mən ağ olsa, daha elə bilirəm ki, şey görsənir. Ağı da var, amma ağ vetin dayalım var idi. Həm 3 dənə tonu var idi. Göz makyajı ehtiyac yoxdur, amma orada sənə palet gətirmişdim. Heç istifadə eləməyəcəm, çünki belə xoşuma gəldi. Elə bilirəm üzün tonlaşması çox gözəl olanda gözə çox o qədər ehtiyac olmur. Hə, belə qəşəngdir. Bu cür makyajla biz çıxacağıq çölə, bir də günəş yolda gözümüz parıldasın. Amma yenə də öz parlaqlığımız bəsdir. Məncə artıq makyajı tamamlayaq. Səncə mən sənin üçün necə məhsullar seçmişəm? Orada qarışdırmışam. Həm lüks var, həm də uyğun və aşağı büdcəli məhsullar. Ümumiyyətlə bütün lüks məhsullar o demək deyil ki, hamısı çox əladır və orta büdcəli məhsullar da o demək deyil ki, hamısı pisdir. Hər bir markanın içindən
çox gözəl məhsullar həqiqətən axtarıb tapmaq olur. Düzdür, indi bizim işimizə uyğun, həm mən məsələn vizarist olaraq, həm ikimiz də influencer olaraq kontentimizə uyğunlaşdırırıq, kontent yaradırıq onlardan. Amma təbii ki, əgər o markanı götürsək, hər markanın içində sevdiyimiz, sevmədiyimiz məhsullar var. Mənə gəlir ki, Nə də soruşacaqlar orada hansı məhsul idi, onu istifadə eləmədi. Məsələn, biz eksperiment etməkdən heç vaxt doymuruq və heç vaxt yorulmuruq. Hər gün nə isə kəşf edirik, hər gün nə isə var yeni. Bunu sevərək eləyirik. Yəni heç vaxt belə məcburiyyət kimi eləmirik. Məncə bu bizim bu sevgimiz bizim işimizə çox təsir edir. Artıq 2016-dan, 17-dən mən Lamiyə bilməm. Lamiyə mən görəndə artıq burdadır. Əslində biz 2012 idi biz görüşəndə. Neçənci idi? Yox, 16. 16 idi. Hə, biz elə ilk vaxtdan o vaxtdan elə bizim 10 ilimiz olur. Olub artıq 26 girəndə biz 10 ildir bir yerdəyik. Və 10 ildə məncə mən yaxşı tanıyıram sən nəyi sevirsən. Mən məsələn hansı artıq makiyaj vasitəsi görə deyirəm ki, bunu Lamiyə sevə bilər, sevməz. Onun görə bugün evdə məhsulları seçəndə də çox rahat seçdim. Dedim bunu sevəcəm. Burada sevmədiyin nə oldu indi istifadə etdiklərindən? Sevmədiyim olmadı. Yəni biraz bəyənmədiyin, elə biləm nəyisə bəyənmədin. Tırtırın bu rənginə görə, amma tekstur olaraq dolmadı gözümə. Onun açıq rəngini gətirim də sənə qurbandır. Bax, gözümə dolmadı. Ağ rəngi var. Gözümə dolmadı, qırış falan göstərmədi. Qırış dediyəndə, yəni təbii ki, deyəcəksiniz nə qırış ola bilər. Gözaltı qırışı. Amma mimik qırışlar var ki, bundan qaçılmazdır. Çox qəşəngdir. Belə bəyənmədiyim olmadı. Yox, bəyənmədiyim olmadı. Ən çox bəyəndiyin nə oldu bəs? Ən çox bəyəndim. Yeni gördüyün və bəyəndiyin. Bakın, bu rəngini heç istifadə eləməmişdim. Bəlkə də baxsam heç yaxın getməmişəm də buna da. Bu o ənlik immuni qabında başqa cür görünür, vuranda başqa cür. Favori məhsulum hal-hazırda Mineralize o seriyadan olan bu blush oldu. Adı nə idi? Warm Soul. Warm Soul. Yəni dediyim kimi bunun məndə çoxdur hal-hazırda işdə. İstifadə edirsən gəlinlərdə də. Orada var. Bax, orada pudra var. Bu seriyadandır. Sadəcə olaraq, sadəcə burun gözaltı sabitləmək üçün bəzən istifadə edirəm. Şəffafdır, rəngi yoxdur, amma çox gözəldir. Deyir o sözümün üstünə çıxdı. Çox bəyəndim. Ən favori məhsulum oldu. Səndə bəs? Məncə narsı oldu. Narsı sevirim. Buradakı bir çox məhsul tanıyıram. Hətta evdə olub istifadə etmədiyim məhsullardan da var. Burada Kiko'nun bu 3-4 birində tint deyək də buna tintini bəyəndim. Charlotte'ın bu bronzerini, krem bronzerini bəyəndim, amma böyükdür. Çox böyük məhsul mən sevmirəm. Bitmir deyə xoşuma gəlmir. Kiçik boyunu alaram. Bir də ən çox bəyəndiyim bu Nars'ın paleti oldu. Yves Saint Laurent'dan sonra məncə ən qəşəng paletlərdən biridir. İçində 6 rəngi var. Çox gözəl. O da bitməyən məhsuldur. Yəni o məsələn bəzi məhsullar olur, qiyməti baha olur. Nə qədər baha ola bilər? Özün maksimum 120-130 manat olacaq. Ancaq bir dəfə alırsınız, o sizlə bir 2 il gedəcək. Onu fikirləşərək almaq olar. Əldən düşüb qırılmadıqca. Məsələn, tək hesablasaq Nars'ı bir 120 manat falan olur da. Olur. Amma birlikdə alanda harsı bir 3 neçə manatdır desin. Dəqiq yadımda deyil. Mən qiymətləri heç vaxt bilmirəm. Çünki bir məhsulu bir dənə almıram da. Həmişə bir 5-10 məhsulu birdən belə alırıq. Amma mənə gəlir ki, onun belə paleti almağı daha yaxşıdır. Çox istifadəlikdir. Belə. Nə demək istər? Çox danışarıq. Düşünürəm, səhərə gün danışarıq. Hər məhsula uyğun bir şey danışarıq. Məncə bir dəfə də makyajımızı silək bir yerdə. Makyajı silib üz qolu. Sənin üçün gözəl bir brendim olacaq. Gözəl bir brend. Onu birlikdə edəcəyik. Gözəl bir brend təklifi olacaq. Əslində bu yeni bir brend deyil. Məşhur bir brendlərdən biridir. Bir brenddən söhbət getmir. Yəni öz sevdiyim üz qulluğumu, ümumiyyətlə mən nə isə sevirəmsə, istəyirəm sevdiyim insanlar da onu yoxlasın. Fuadın üzündə yoxlayıram hər şeyi, bilirsən. Onları gətirəcəm sənə yoxla və sən deyəcəksən ki, mən bunu indiyə qədər niyə vurmamışam? Məsələn, tırtırı niyə vurmamışdım ki? Sənə vermişdim. Vur bundan sonra. Tırtırın bir dənə də narıncı kolleksiyası çıxıb gəlib artıq. Özüm açmamışam hələ. Açıb gətirəcəm. Açmadığım o qədər məhsul var ki, Səkinə. Bundan sonra şey eləyərik də. Bundan sonra onu qonaqlarıma verəcəm, istifadə eləsinlər, mən də görüm. Məncə sən qonağın olmasın, bütün məhsullar meyləsin.
O gloss. Təsəvvür elə ki, yəni biz Qoy burada qona da bir limitsiz verirsin ya. doğrudan bizim o qədər məhsulumuz var ki, yəni biz limitsiz veriliş çəkə bilərik də. Yəni o qədər məhsulla Lamiya ilə part 2 gəlsin yenidən bir. Bir dəfə burada də özünə bilirsən nə edə bilər? Bölə bilərik. Ən belə uyğun qiymətli məhsullarla makyaj edə bilərik. tələbələr çox xüsusilə bizdən Hə, çox soruşurlar onu. Ucuz deməyək, uyğun qiymətli, o mənim sözümdür. Hamının işlətdiyi o mənim sözüm olan. Ucuz deməyək, uyğun qiymətli, hə, bir makyaj edək, məncə daha yaxşı. Biz də qarışıq elədik indi, amma bir dəfə də elə bir şey çəkə Yəni, bilərik. Lamiya xanım məhrəmlikdə burada olsa. İnşallah. Götürdüyüm məhsullar birbaşa evdən belə hop götürdüklərimdir, gündəlik vurduqlarımdır da. Mən düşünərək götürdüm, yoxsa dedin elə Yox, bəyənər. çünki nəyə görə? Mən bilirəm ki, mən istifadə elədiyimi sən bəyənməyəcək. Bəyənməmək kimi bir şey Bəyənməyə yoxdur. bilmərsən. Hə, çünki biz həqiqətən yəni keyfi özümüz üzümüzdür də. Yəni biz bunu axı çox ümumiyyətlə istifadə elədiklərimdə elə də müştəriyə də o məhsulu öz üzərimdə test eləməsəm, onu heç vaxt istifadə ən etmərəm. sevdiyimi müştərilərinə də Mütləq. buradakilərin demək olar ki, eynisini istifadə edir. Masasında bir dənə uyğun qiymətli məhsul yoxdur müştəri üçün. Bir Yəni dənə görmərsiniz. alternativ hal ola Gəlinləri bilər. bilir. Məsələn, şıqlamın bəzi məhsullarında. Şıqlam Həmin uyğun sevirəm qiymətli onu. deyil artıq. Hə, açığı mən şıqlamı sevirəm. Bilə onu Gətirmişəm sənə glossunu. Hə, o glossu var, bilməmişəm, amma çox gözəl. Bunu necə O sevirəm? da açılmayıb. Yeni kolleksiyasındandır. Konfet oxşayır. Yəni belə bir məhsul stolunuzda görə bilərsiniz. O da sevdiyimdəndir. Belə. İstifadə etdiklərimi, öz istifadə etdiklərimi yox, Lamiyaya gətirdiklərimi qeyd edir. Çünki bunlar yadımda qalmadı, amma yenə də qeyd edərəm. Rəylərdə suallara cavab verərəm. İnşallah növbəti part 2 gələr, yenidən bir makyaj edərik, amma başqa qonaqlar da olacaq. Lamiya xanım icazə verdiyi müddətcə. Bir dəfə də üz qulluğu edəcəyik, makyajımızı siləcəyik. Bəyənsəniz, rəylərdə yazın suallarınızı, hər birini tək-tək girib cavablandıracağam. Lamiyyə də cavablandıracaq. Çünki Lamiyyənin də izləyiciləri videonu görəcək. Belə bir özəllik var. Belə, özünüzə yaxşı baxın. Kanala abunə olmağı unutmayın. Bir də çox sağ ol gəldiyin üçün. Mən gəldim burama. Nəsə gəlsin. Gəldiyim üçün çox sağ olun. Sən də çox sağ ol. Sağ ol. Bye. Bay bay.